bir yüzü sevinçti, biri kömürdü. İlahi, bu necə yalnız ömürdü, doymaram bu ömrü hesaba girer. Heyf oldum hem yalan hem yamanam ben, öz eşkin yolunda sabit canam ben. Dünyada yegane müsəlmanam ben, cehennem görürəm savaba göre. Allah'ım hiç sana azap vermesin, sen bana verdiğin azaba göre. Teşekkür ederim. Teşekkür ederim sizlerle, varmasınız, yaxşı ki varsınız. Ve güzel bir musiki dinleyeyim. İsmet İsmail'le, hamısının sevgisi. Buyursun İsmet dostumuz, buyursun karşılayacağım. Səsən var olsun İsmet dostum.
Bu kaman qəşəng yerinə düşür. Sağ ol bala. Gözəl ürəyin var. Maşallah. İki qəlbin işığında yol gedən. Zülmət çağı dağlar aşağı yorulmaz. Yollarını bürüsə də duman, çən. İki duruna uçar boşa yorulmaz. Görürsənmi bulutların selini? Gəlib tutub o dağların belini. Əlini ver. Əlini ver ömür dostum əlini. Əl ki əldən bərk yapışdı, yorulmaz. Ağac olsan, budağında mən varam. Budaq olsan, yarpağında mən varam. Mən səninlə yolçuluqdan doymaram. Sel özünü vurar daşa, yorulmaz. Sel özünü vurar daşa, yorulmaz. İki kər deyəndə mən müsayətimlə yanaşı bizim İsmail'in fəxri olan Baba Bətiroğlu'nu nəzərdə tuturam. Eşq olsun baba mənim kimi gözəl şairimizə, nərməkar şairimizə, baba mənim böyük məhəbbətlə sizi dəvət edirəm. Yaxın gəlin, hamımızın ehtiyacı var sizin o dəyərli sözlərinizə. Buyurun, xahiş edirəm. Ürəkdən salamlayıram. Bu evlərlərimiz həmişə görüşlərə açılsın. Baba mənim, nə yaxşı varsın, var olasın, var olasın. Buyurun, zəhmət olmasa, buyurun. Hanımlar ve cənablar, değerli dostlar. Bence biraz önce söz verilseydi ben daha çok danışardım, daha etraflı danışardım. Ama şimdi tüm sözlerimi ben bizim ictimai kanala dedim. Ama o da yeterli değil çünkü bu benim hakkında ben günlerle, saatlerle danışabilirim. Bazen danışmak çok çetin olur. Çünkü eylən insanlar var, elə kəslər var ki, düşünəndə ki, onlar artıq sənin gəlir əryalın, tərcümə halının bir hissəsinə çevrilir. Deyirlər, Musa mənimlə danış, istərsəniz elə gözündən danışırsan. Çünkü ömrünün hansı mərhələsinə baxırsan, görürsən oradan Musa mənim, o nurlu, gözəl şöhləsi boylanır. Səfərlər, tədbirlər, məclislər, təbiət qoyununda, bütün bunlar hamısı ömrümün səhifələrdir və mütləq o səhifələrdə Musa müəllim var. Musa müəllimlə bizim qədim dostluğumuz var. Yəni bizim ailələrin, əcdadlarımızın dostluğu var. Biz onların kəndindən, yəni boynuzdan keçib yaylağa gedirdik hər il. Və çox zamanda təbii ki biz uşaqlar olaraq, bizim böyüklər, öz yaxın bildikləri insanların evində gecəliydi, yaylağa getməmiş və o evlərdən biri də, ən doğması da, ən əzizi də Musa müəllim evi, rəhmətlik Osman kişinin evi. Belə bizim dostluğumuz oradan başladı və bizcə bəlkə də həyatda ondan razıyam ki, rəhmətlik Bəxtər Bağcı'da demişkən ondan razıyam ki, bu dostluğu biz davam etdirdik. Bu estafeti qırılmağa qoymadıq və bəlkə daha möhkəm etdik. Bir şirxi də deyim ki, mənə illər öncə İsmail'la bağ etdik üçün yer təklif olunanda dedilər ki, əslində İsmail'in harasını bəyənsən, biz onu verək sənə. Heç gəzmədən, heç düşünmədən mən Boynuz kəndini seçdim. Boynuz kəndini yox, daha doğrusu Musa Yağını seçdim. Boynuz kimi kəndlər, gözəl kəndlər çoxdur ama Musa Yağından yoxdur. Və bizim bu mənəvi yaxınlığımız eyni zamanda cismani yaxınlığımıza, cismani doğmalığımıza çevrildi. Və ondan sonra artıq tarixdə unutmuşum ki, nə qədər biz bir yerdə ömrün böyük bir hissəsini bir yerdə keçirdik. Demək olar ki, hər gün mən Musa müəllimin həyətində, hər gün o bizim həyətimizdə, ailəli, yaxın bir ailə kimi. Həmçə də yayda çəkilişlər olanda, onu da deyib ki, çəkilişlər olurdu və mən təbii ki, çəkiliş qrupunu dəvət edirdim ki, yəni boynuzda da həm siz istirahət edin, həm də gözəl bir veriş alınsın, film alınsın. Amma mütləq onu da qeyd eləmək lazımdır ki, Musa müəllimin haqqında danışanda həqiqəti demək lazımdır. Ya həqiqət deməlisən, ya da heç nə demək lazım deyil. Həqiqət də ondan o idi ki,
bir müddət Musa müəllimi biraz könüldən, gözdən uzaq eləmişdilər. Güya ki, bu sözün əslində düzün deyirdi, amma o düz çox insanlara səhv eləmirdi. O həqiqət hər zaman olduğu kimi, bütün dövrlərdə, bütün zamanlarda olduğu kimi çox adamı qane eləmirdi. Və Musa müəllim güya ki, bir qara siyahıya düşmüşdü. Kim tərtib eləmişdi o siyahının, təbii ki, olmadı. Və mən hər çəkiliş gələndə deyirlər ki, ailəni topla, ailənin böyüyü, otursun məclisin başında. Belə bir ailə veriliş edir də. Gəlib görürlər ki, Musa müəllimi oturmuşam mən başda, ailənin başçısı kimi. Bəs biz belə düşünməmişik, demədik ki, ailənin başçısı olmalı masanın arxasında. Mənim ailəmin böyüyü, ağsaqqalım, atam, babam, hamısı o kişidir. Və onlar tez Bakıya zəng edib, nə zülümlə də icazə alırlar ki, bizim variantımız yoxdur. Çünki o boyda komandirovkaya gəliblər, pullar gedib, maşın sürülüb gəlib. Yəni bizim belə günlərimiz də olub. Və nə yaxşı ki, o günlər olub ki, bugün bizim mədəniyyət tariximizdə, bizim ümumiyyətlə Azərbaycan tarixində, tək mədəniyyət tarixində yox, o videolar qalıb, o filmlər qalıb. Bugün onlar bizim sərvətimizdir. Bizim heç nə ilə əvəz oluna bilməyən mənəvi sərvətimizdir ki, onlar qalıb bugün. Mən bizim həyətdə şeir deyil, mən onların həyətində deyirəm. Yəni, belə bir gözəl, gələcək nəsillər üçün bir ərmağan qoyub gedirik. Allah, Musa müəllim haqqında bir daha təkrar edirəm ki, günlərlə danışmaq var. Musa müəllim təkcə mənim üçün şair deyil. O yerində ki, Musa müəllim Azərbaycan poeziyasının zirvələrindən biridir. Bunu artıq bizim deməyə ehtiyac qalmayıb, bu bir aksiyondur. Yəni, bizim tarix, ədəbiyyat tariximiz, ümumiyyətlə Azərbaycan tarixi onsuz deyir ki, Musa müəllim ilk sırada deyəmən, ola bizim barmaqla sayılası qədər bizim böyük duhalardan biridir. Amma Musa müəllim mənim üçün böyük dost idi, ağsaqqal idi, ustad idi. Ən çətin günlərində, yaman çağlarında mənə arxa dayaq idi. Hərdən və cavanlıqdan ilərləyənirdik, aramızda yaş fərqi böyük idi. Hərdən mən coşanda nəyisə düz deyəndə daha doğrusu deyirdi, mən də bilirəm, amma demə, onu ayrı adamın yanında demə. Mən bilirəm deyirsən nə deyirsən, amma onu ayrı adamın yanında demə. Sonradan başa düşdüm ki, bu həmişə məni vurur. Qoruyub ki, mənim karyerama bir xələl gəlməsi, qoruyub ki, yəni mənim adım hallanmasın. Yəni onu da o dərəcədə müdür şişəsinə düşürürdü ki, onun gənc dostu, bəlkə də onun özünün üzləşdiyi o çətinliklərlə rastlaşmasın. Musa müəllim həmişə daha doğrusu çox demirəm, bir neçə şeyimi çox sevirdi və bir şeirim vardı, Çıx Qatar yoluna şeiriydi. Birdən biri soruşur ki, ilk dəfə zarafata başladığında soruşur ki, sən gedib hələ ora çıxmamısan. Dedim, əvvəl başa düşmədim onu, dedim, Musa mən ora. Deyir, vağzala. Dedim, niyə nə vağzala? Deyir, o yazıq hələ orada gözləyir, sən gəlib çıxırsan. O cür bizim zarafatlarımız başladı və bir dəfə də verişdə xahiş edir ki, məhsul şey oxuyum. Və bugün poeziya günüdür, böyük poeziya günüdür. Mesela bu poeziyasının günüdür. İstəyirəm Musa müəllimin xatirəsinə mən bu şeiri, bugün onun əziz xatirəsinə səsləndirim. Çıx Qatar yoluna, çıx Qatar yoluna bahar gələndə, mən sənə çiçəkli bahar günləri. Vüsal meyvəsindən dada bilmədik, sənə hər meyvədən nübar günləri. Çıx Qatar yoluna payız olanda, çıx Qatar yoluna payız olanda, uçan durnalarla salam getirib, çıx Qatar yoluna qaş qaravanda, o qərib axşamı qəmi bitirib, çıx Qatar yoluna külək əsəndə, dağılan saçlı darıyım sənin, çıx Qatar yoluna, səni itirsəm, bilim ki, mən harda arayım səni, çıx Qatar yoluna.
yağış yağanda başının üstünde çətir tutaram. Çıx qatar yoluna elə özüm də mənzilə yetməyən gəlib qataram. Çıx qatar yoluna hər axşam səhər. Çıx qatar yoluna məni qarşıla. Bəlkə bir ömürlük çəkdi bu səfər. Mən gələ bilmirəm, məni bağışla. Mən gələ bilmirəm, məni bağışla. Əməklər İncəsənət xadimi, heç olsun baba məndən. Amma biz gəldik. Sonra biz gəldik. Sənin halın harda halın çəkilirsə, biz orada əskər kimi qulluğundayıq. Heç olsun canım. Teşekkür ederim efendim. Çok sağ olun, çok sağ olun, var olasınız. Ve bu anda yine güzel bir musiki dinleyin inşallah. Teymur Əziz, Muğam Festivallarının laureatı, elə bu güzel mekanın müdürü, eşk olsun bu güzel kompozisiyalara göre de teşekkürümüzü bildirin. Buyurun Teymur.
olsun. Teşekkür ederim baba. Halal olsun ve büyük memnuniyetle güzel ziyalımız, emektar medeniyetçisi Yaşar Məlim Əliyev burada iştirak edir. Böyük məhəbbətlə mən burada dəvət edirəm. Yaşar Məlim buyurun, xahiş edirəm. Buyurun. Yaşar Məlim hamımızın sevimlisi, Ramiz Rövşən çeşməsindən sürsün. Eyni çeşmədən sürsün insandır. Yüreğden salamlayıram. Yaşar Məlim, var olasınız. Hoş gelip sefalar getirirsiniz. Buyurun, xahiş edirəm. Doğrudan da bugün hamımız için çok böyle diyeyim hatta yani bayram əhval-ruhiyyəsidir. Baxmayaraq ki, hamın gününe toplaşmışıq. Çünkü Musa Yaqub belki de bu an, bu dəqiqələrdə bizimlə bir yerdədir və bəlkə də mən biraz tam mübaliğəsiz deyirəm ki, bəlkə də hamımızdan daha diridir. Çünki Musa Yaqubun o şeirləri onu deməyə bizə əsas qoyur. Ümumiyyətlə, şair kimdir? Biz ən əvvəl gərək o xatirələrdən də əlavə və yaxın Musa Yaqubdan bağlı xatirələr burada danışıldı. Yəni, Musa Yaqubun yerini müəyyənləşdirmək üçün ilk əvvəl gərək biz şair kimdir sualını özümüzə verək. Bir gözəl İtalyan yazıcısı var, Alberto Moravia. Onun bir sözü var, deyir, Tolstoy peyğəmbər idi, Dostoyevski şair idi. Deyir, Tolstoy şairliyə qədər ucala bilmədi. Yəni, şairi daha üstün tutur. Başqa bir, böyük bir Alman yazısı var, Franz Kafka, o deyir ki, poeziyaya aid olmayan hər şey məni iyləndirir. Və biz bugün böyük bir şairin anım gününə toplaşmışıq və bu şairlərin başında duran şairlərdən biri də və bütün İsmaili torpağı ilə bir yerdə, bütün Azərbaycan və mən hətta deyərdim ki, bütün dünya fərq eləməlidir ki, zamanının hansısa bir dövründəsə Musa Yaqub adlı bir şair bu dünyaya gəldi. Musa Yaqubun poeziyası necədir? Və bu poeziyanı biz necə dəyərləndirə bilərik? Musa Yaqub poeziyasının əsas gücü ondadır ki, bayaq biz Baba Vəziroğlu ilə o söhbət edəndə bir kəlmə o sözü, sap məsələsini, iynə məsələsini dedik və mən dedim ki, onu mən çıxışımda qeyd edəcəm. Mən yəni həqiqətən də bu fikirdəyəm ki, Azərbaycan poeziyasında nadir şairdir ki, Musa Yaqub. Musa Yaqub şeiri yazmır, şeir öz-özünə doğulur Musa Yaqub poeziyasında. Yəni, bizim çox böyük şairlərimiz var. Mən yəni, onların qətiyyən istedadını aşağı salmadan və onların istedadını qəti yəni, şübhə altına almadan deyə bilərəm ki, onlar da böyük şairlərdir. Ancaq Musa Yaqub nadir və unikal şairdir ki, Musa Yaqubun şeirlərində şair barmağı və şair beyni hiss olunmur. O bayaq o fikri özü də orada qeyd elədi ki, mən ürəyimlə düşünürəm. Musa Yaqubun şeirləri elə bir bədahətən gəlir və o sözə çevrilərək bizim poeziyamıza bir doğulur. Yəni şeirlər bu mənada yəni belə bir ifadə var ki, deyir, Peyğəmbər deyir, Allahın sevimli bəndəsidir. Yəni çünki o Allahın dediklərini yer üzünə çatdırmaqdan ötürü, yəni onun missiyası bundan ibarətdir ki, o sözləri deməkdən ötürü gəlir. Ancaq şair də deyil, Allahın övladıdır, ancaq bic övladıdır. İndi nə qədər ağır olsa da bunu deyir. Çünki şair özü də Allahlıq iddiasındadır və onun yaratdıqları şairin poeziyası özü yəni bunu təsdiqi üçün deyə bilərik ki, məsələn, Cervantes'dən çox Don Quixote məşhurdur. Yaxud, məsələn, Shakespeare'dən çox onun Hamlet, Macbeth, Otello, Desdemona daha çox məşhurdur, nəinki Shakespeare özü. Yəni, şairin yaratdığı, Allahın yaratdığı şairin yaratdığı, bəzən yəni, daha dünya üçün diri və saf qala bilir. Və Musa Yaqubun poeziyasında o təbiət biz bayaq qeyd elədik, onun təbiət şairi. Musa Yaqubun əslində təbiət şairi deyil. Musa Yaqub təbiətin
fəlsəfəsini, yaxud bunu başqa cürdə desək, fəlsəfənin təbiətini yaradan şairdir. Məsələn, Musa Yaqubu, mən bir məsələni qeyd eləyəm və bir yerinə düşür. Allah İraq eləsin, İraq olsun. Məsələn, göydən bir asteroid gələr və yer kürəsi yox olar. Musa Yaqubun bir kitabı ilə, yəni bütün dünyanı təzədən bərpa eləmək mümkündür. Yəni Musa Yaqub o təkcə o ağacları, dağları, çayları, daşları danışdırmır. Yəni onların mənzərəsini göstərmir. Musa Yaqub onları o qədər diri və saf təqdim eləyir ki, biz hərdən çaşırıq ki, görəsən təbiət daha realdır, yoxsa Musa Yaqubun yazdığı təbiət. Yəni bu mənada İsmaillinin bəxtinə düşən Musa Yaqub, İsmailli cəmaatı üçün, İsmailli əhalisi üçün nə qədər böyük neymətdirsə, mən onu bir daha qeyd edirəm ki, Musa Yaqub varlığı bütün bəşəriyyət üçün bir neymət. Və Musa Yaqubu, mən bunu xüsusi burada vurğulamaq istəyirəm. İndi bu tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirməkdə ən əsası bizim o boyda neymətimiz ola. Musa Yaqub şəxsən mənim fikrimcə Azərbaycanın neftindən az təbii sərvət deyil. Musa Yaqub poeziyasını mütləq onun üzərində böyük işlər getməlidir. O poeziya mütləq yüksək səviyyədə tərcümələr olunmalıdır müxtəlif dillərə və dünya Azərbaycanın yaratdığı bu şairdən xəbərdar olmalıdır. Və bugün də biz bu gün təşkil edənlərin hamısına mən dərin təşəkkürümü bildirirəm və arzu edirəm ki, gələn il inşallah Allah 90 illiyi Musa Yaqubun keçiriləndə biz daha əzəmətli, daha möhtəşəm tədbirlərlə, yəni bu adın layiq olduğu yeri həmişə daim o eləməliyik. Yəni o artıq bizim Musa Yaqubdan sonra üzərimizə düşən bir missiyadır. Allah rəhmət eləsin, həmişə bizimlədir. Teşekkür ederim Yaşar Bey. Çok sağ olun. Allah razı olsun. Deyirlər ki, insanda en güzel üzdür. Üzdə en güzel gözdür. Ama bunların ikisindən də ağızdan, en güzeli ağızdan çıkan sözdür. Bugün sözün işığına geçmişik. Sözün qüdrətinin işığına geçmişik. Sözdən söhbət düşmüşkən benim həmkar dostum, tərəqqi medallı Fünhan İsmailli, adı da, soyadı da, məkanı da hamımızın dildə əzbər olan Fünhan İsmailli bir ürəkdən almışlayaq və bunu məmnuniyyətlə qardaşımızı dinləyəcəyik bu anlarda. Fünhan müəllim buyurun. Ürəkdən Bakıda gecə görüşü burada nə yaxşı? Hoş gördük. Fünhan məmnuniyyətlə dinləyəcək adam. Buyurun. Sözün işığına toplaşan, sözün keşliğində duran, sözü söz kimi deyən, sözlə dostluq edən, sözlə qol boyun olub yol gedən, sözlə yola gedən, Musa Yaqub işığına toplaşan bütün qonaqları mən atəşli salamlayıram. Hər birisi təşəkkür edirəm. Çalışacağım bugün şehir demeyeyim. Teğrede bir şehir ezberlemişim, onunla Məhəbbət müəllim dedi. Dağ əzəmətli, qartal baxışlı, şahin vüqarlı Musa Yaqub dünya görüş yerimizdir deyib dünyaya geldi. Hamıyla görüşdü. Yaxşını pisdən seçdi. Gözəl şeirləriyle qəlbimizdə heykəl qurdu. Gözəl şeirləriyle bizi sevindirdi. Gözəl şeirləriyle bizi özünə öyrətdi. Və bütün arzularını göyətdi. Azərbaycan adını hər şeydən öndə dedi. Arzularını ona görə göyətdi ki, ən böyük arzusu Qarabağ almaq idi. Şükür Allaha o arzuda yerinə yetdi. Yazdı, yaradıcılığıyla yeri göğü sirkələdi. Musa Yaqub adını tarix lövhəsinə qızıl hərflərlə yazdı. Kişi kimi gəldi, kişi kimi də getdi. Ruhu şad olsun. O bizə təhcə şeir deməyi öyrətmədi. Ha, mən Musa Yaqub qulağında su içmişəm. Çox şeylər öyrətdi. Ən əsası yer içməyə öyrətdi.
Baba müəllim buradadır, yanıma bir xatirə düşdü. Eşq olsun baba müəllim. Deməli, hər həftənin 6-cı günü gəlirdi, Musa Yaqub'a gəzməyə aparırdı. Bir gün də çayın qırağında oturub, yavaş-yavaş çörək yeyirdi, dedi, bəs Musa müəllim, baba müəllim, tərəqqi meydanına layiq görülür. Təbrik eləmişsən, gördün mü, biraz fikrə getdi. Bu da fikrə gedən ki, həmişə yemişmi haqqında fikirləşir. Yəni, badəni ağacın çoğuşuna qoymuşuq, görəsən qalır. Badə sınıb, anduzla hissəcək, neyiniyəcək, belə şeylər fikirləşirmişə. Dedi, Musa müəllim, baba müəllimi deyirəm, tərəqqi medalı, nədir, şöhrət ordeni alır. Bəs təbrik eləmişsən, dedi, yığdı, təbrik eləyir. Mən də telefonu yığmışam, deyirəm, Musa müəllim danışmaz deyir. Deyir, baba, deyir, hə, deyir, axşam hara toxunacaq. Vəssalam, təbriki bu oldu. Akşam hara toxunacaq, təbrik etdi. Yəni, həmişə bu kişi yemişməyə fikirləşirdi. Özü şehir deyəndə ətrafında Azərbaycan gözəl olmalıdır. Manqalı və öründə olmalıdır. Təbiətdə, dağda, dərədə, ağaç qoşunda, daş satlağında. Onun kitabxanası meşələr idi, meşələr. Ağaçlarla danışırdı, meşələrlə, daşlarla söhbət edirdi. Göyçay çayının qırağında bir qirayət otağı idi. Sığışmırdı bir şey çara. Orada yazırdı nəğmələrini, bəsləliyirdi. Özdə haqq ədaləti yazanda poeziya deyilən desəm, onu döyməyi istəyirlər, amma o hamını döyürdü qələmi ilə. Çünki onun qələmi itiydi. Hüseyin Arif öz dostuna bir şey yetişməkdə olanda, dostu bağda qaldırıb deyildi ki, Hüseyin Arif Səmətovla güclü şairdir. Hüseyin Arif dedi ki, hər şey, elə demək düz gəlməz. Deyir, yox, mən səni çox istəyirəm, mən sənin yaradılığa bələdəm. Hüseyin Arif Səmətovla güclü şairdir. Hüseyin Arif də dostunu götürmüş, Qazaxa getdi yetişməyə. Deyir, qala, sən başa dönəm, ora gelməyəcək. Qazaxda demə, ha, Hüseyin Arif güclü adamdır Səmətovla. Deyir, yox, orada deməyəcək. Gedirlər yetişmək qurulub, dərləşən vaxtı durub deyir ki, Hüseyin Arif Səmətovla güclü şairdir. Bunu möhkəm orada döyürlər. İndi Hüseyin Arif o dostunu qırağa çəkir, deyir ki, qaqa, bura Qazaxdır, sən demədin, burada düz danışan döyürlər. Sayaqı demiş ki, yazırdı, biri var, onda zərbələr deyəcək. Amma qələm itiydi, o məhv edirdi dostları. Deməli, əziz dostlar, mən dedim bayaqlar şehir deməyəcəm, amma yadıma bir əhvalat düşdü. Bir oğru evə girir, görür fayda bir qadın dayanıb. Deyirdi, tez elədən varsa qızıllardan gətirir, çıxın gedin. Qadın da yaşlı qadındır. Güzünün qabağından götürür qızılları, deyir, Allah var, amma sənə bir şey deyəcəm. Bunu sənə verəcəm, amma verməyəcəm. Deyir, bunu sənə verəcəm. Axşam bir yuxu görmüşəm, o yuxunu sənə danışım. Onu yox, ondan sonra bunlara verimsən. Deyir, biraz tez elə, deyilən. Deyir ki, axşam dənizdə batırdım, qayıq yox idi yanımda, gördüm boğuluram, başladım oğlumu saramağa. Sabir, Sabir, haradasan, ay Sabir, sən demə, arabadan doğru Sabir o otaqda yatır, oğludan xəbəri yox. Sabir də işlər anasını saçın sınıf ayıya, oğlunu sarı təbinatda döy ki, döyəcəm. Oğlu deyir ki, vur, anası deyir, sən Allah vurma, sən Allah, nə işin vur, adama deyirlər, mən bura yuxu uzamağa gəlmişəm, soğuruna gəlmişəm. Şimdi ben buraya geleceğim, şey demeyeceğim. Ama istəyirdim deyim ki, burada Məhəbbət qardaşım var, etibarlı oğlandır. Dünya ayak baş oldu. Baş hara geldi. Bostanıma daş attı. Daş hara geldi çıktı. Səbrim yoxdur, boş duram. Dəryam yoxdur, baş vuram. Koyduğumu tapıram, ucara geldi çıktı. Öten günler renk idi, bir bakımlı sergili. Ay gidi dünya gidi, yaş hara geldi çıktı. 84'ünde de yazdı ki, ne var sevgiden özge, başka şeyler hederdi. Dünyanın ömrü, eşkin yaşamalı gederdi. Yine Məhəbbətin dersini buyurdu. Teşekkür ederim. Sağ ol canım, sağ ol. Allah olsun. Hem şey gittin, teşekkür ederim. Var olasan. Ve ben özlerim. Hediyeyle gelen bir değerli konağımız var. Abbas Qurbanov, İffət Yolu Nəşriyyatının direktorudur. Hediyesine, kabul ediyək hediyesine bir de gelip. Buyurun xahiş edirəm Abbas müəllim. Yaxın gəlin.
Həzmi balaca olmağına baxmayaraq böyük bir hədiyyədir. Çox gözəl, qiymətli bir hədiyyədir. Hoş gəlib səfələr gətirsiniz. Buyurun, xarc edirəm. Hörmətli xanımlar və cənablar, İsmayıllı şəhərinin ictimaiyyəti, məndən əvvəl burada söz cangavərləri elə sözlər danışdılar ki, onlardan sonra danışmaq əlbəttə böyük bir məharət istəyir. 21 illik pedagojik fəaliyyətimin içərisində, 21 ildir mən universitetdə müəllim işləyirəm. Heç vaxt əlim ayağım əsməzdi, amma bu dəfə ilk dəfədir ki, əlimin ayağımın əsliyini hiss edirəm. Ona görə ki, elə insanların qarşısına çıxış edirəm və elə insan haqqında bəhs edəcəyik ki, bu mənim üçün böyük bir məsuliyyətdir. Mən sadəcə bir şey qeyd etmək istəyirəm. Təxminən çox uzun zamanda deyil, bəlkə də bir həftə 10 gün bundan əvvəl biz Musa müəllimin ailə üzvlərindən olan Rüfət müəllimlə tanış olduq, görüşdük və Musa müəllimin uşaqlar üçün yazdığı bir şehir toplusunun olduğunu da bizə bildirəndə biz İpək Yolu Nəşriyyatı olaraq bu işə başlayaq mı, başlamayaq mı düşünəndə mən dedim ki, əlimizə belə bir fürsət düşmüşkən bunu qaçırmaq olmaz. Və biraz əvvəl mən foyədə baba müəllimə də kitabı təqdim edəndə baba müəllim dedi ki, mən Musa müəllimin heç uşaqlar üçün şeirlərinin olduğunu da bilmirdim. Belə bir şeirləri də mi var? Bəli, Musa müəllim Rüfət müəllim daha yaxşı bilər. O bizə hadisələri belə nəql eləmişdi ki, həyatının son zamanlarında Musa müəllim bunu onlara yazdırıb və bu şeirləri, nəticələri Musa ilə Zəhra Nura həsr edib. Və biz həm mən Abbas Qurbanov olaraq, həm bizim bütün ekibimiz, həm İpək Yolu Nəşriyyatı olaraq biz bugün çox xoşbəxtdik ki, Musa müəllimin bədii yaradıcılığından az bir hissəni də olsa əbədiləşdirmək imkanı bizim önümüzə düşdü. Bu fürsəti bizə verdiyinə görə Rüfət müəllimə sizə ayrıca təşəkkür edirəm. Və çıxışçılardan birisi də biraz əvvəl qeyd elədi ki, Musa müəllim bizdən daha canlıdır, daha yaşlı insandır. Bəli, mən bayaqdan şahid oldum. Burada hər şiir oxunduqca arxada mənim ətrafımda oturan məndən yaşlı böyük izləyicilər o şiirləri oxuyurdular. Yəni bütün şeirləri insanlar tərəfindən əzbər bilinir. Bu da bir şair üçün ən böyük xoşbəxtçilikdir. Və mən də bugün burada nitqimi Musa Yaqubun Xarı Bülbül deyə bir şeiri var. Onu oxumaqla bitirmək istəyirəm. Xoş gördük Xarı Bülbül. Əvvəllər görməmişdim. Öz doğma kəndimizdə, sığınaqda gördüm səni. Bir dostumun əlində, yığınaqda gördüm səni. Sən Şuşa yaylağından düşə gəlmisən. Dağımızda bizimlə sən görüşə gəlmisən. Düşmənin bəd gözündən, sərt üzündən qaçmısan. Gəlib burada bizimlə nə yaxşı gün açmısan. Düşmən söküb köksünü sən necə gəzdirirsən. Köksündə xarı bülbül, görüşək barı bülbül. Darıxma, sən dönərək Şuşa yaylaqlarına. O vaxtlar düşmən özü düşər ayaqlarına. O vaxtlar düşmən özü düşər ayaqlarına. Görüşək barı bülbül, al bu azarı bülbül. Nə gözəl adım var, yarı gül, yarı bülbül. Nə gözəl adım var, yarı gül, yarı bülbül. Çox sağ olun və bugün Musa Yaqub ruhu şad olsun. Həqiqətən Cənab Prezidentimizin və Ali Baş Komandanımızın, eyni zamanda şəhidlərimizin sayəsində o torpaqlarımız geri alındı
düşmən həm əskərimizin, həm xalqımızın, həm də o xarı bülbülün qarşısında öz başını əydi. Və bugün gələcəyə nikbinliklə baxan Musa Yaqub bugün mən inanıram ki, bu məclisdədir və onun da ruhu şad olsun ki, artıq torpaqlarımız geri alınıb və bütün Azərbaycan öz müstəqilliyini bugün yaşamaqdadır. Çox sağ olun, təşəkkür ederim. Teşekkür ederim. Çok sağ olun. Var olasınız. Ve söz verilir Dağlık Şirvan Regional Medeniyet İdaresi'nin emektaşı Nilüfer Hanım Müşteriyeva. Buyurun zahmet olmasa. Hörmətli qonaqlar, əziz ziyalılar, hər birinizi doğma İsmayılımızda görməkdən çox şadıq. Bugün bayaq mən Məhəbbət müəllimə qeyd elədim ki, çox həyəcanlıyam. Musa Yaqubla bağlı, onun yaradıcılığı ilə bağlı. Düzdür. Çıxış eləmək böyük bir yükdür üstümüzdə, belə deyək, gözəl bir yükdür. Təşəkkür edirəm ki, etimad göstərdiklərinə görə mənə də şərh eləməmsə təşəkkür edirəm. Qeyd etmək istərdim ki, xalq şairimizlə bağlı bu gözəl tədbirin keçirilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsüdür və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilir bu tədbir. Və tədbirdə göstərdiyi diqqət və dəstəyə görə rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırova, Rüfət müəllim sizə, Nəsim müəllim sizə çox dərin təşəkkürümüzü bildiririk. Hörmətli deputatımız Novruz müəllim sizə təşəkkür edirik. Dəyərli şairlərimizə, alimlərimizə, ziyalılarımıza və bizi heç bir zaman bu səhnədə tək qoymayan əziz İsmayıllarımız, əziz qonaqlarımız, hər birinizə təşəkkür edirik. Çox sağ olun ki, sənətə, şairə, mədəniyyətə böyük qiymət verirsiniz. Və sonda təşəkkürüm var, yenidən son təşəkkürüm var ki, bu gözəl tədbirin ərsəyə gəlməsində İsmayıllı rayon Heydərəb adlı Mədəniyyət Mərkəzinin rəhbəri Teymur Əzizliyə təşəkkür etmək istəyirəm. Təşəkkür etmək istəyirəm hər birimizin sevimlisi, tərəqqi medallı, əməkdar mədəniyyətçisi Sahibə xanım Abdullayeva sizə təşəkkür etmək istəyirəm. Aşıq Elmana təşəkkür etmək istəyirəm. Daha sonra bizim teatrımıza, xalq teatrımızın üzvlərinə təşəkkür edirəm. İsmət müəllim sizə və ansamblımızın bədii rəhbəri Nizami müəllimə, bütün bu mədəniyyət mərkəzinin bütün kollektivinə təşəkkür edirəm və bu gözəl tədbir bütün yükünü öz çiynlərinə götürən Məhəbbət müəllim sizə dərin təşəkkür edirəm. Çok sağ olun. Biz size Çox teşekkür sağ olun. ederiz. Teşekkür ederim. Elbette bir güzel yaratıcı heyete. Benim əzizlərim, mən bilirəm ki, kimə yaxınlaşsam, kimi bura dəvət eləsəm, yəni qonaqlardan hamısı böyük şairimizin ünvanına, onun xatirəsi qarşısında gözəl sözlər deyəcək. Mən çox xahiş edirəm, kimin ürək sözü varsa, gəlib buyurub deyə bilər. Çünki bu yaddaşa köçür, bu bir tarixdir, bugünkü gündən. Yəni, açıq mikrofondur, xahiş edirəm. Hakkı müəllim, sizə mənə zəhk gəlmişdi mənim dostum. Marif müəllim, Marif Soltan, almışlar ürəkdən. Ürəkdən Marif müəllimi, almışlar. Marif müəllim, hoş geldiniz, sefalar getirsiniz. Var olasınız. Buyurun, xahiş edirəm. Bilenler bilir benim çıkış eləməklə o kadar adam yoktur. Ama bayaqki etibar verdim, bayaq klip gösterdiler, Məhəbbət verdim. Klip gösterdiler, orada böyle bir yanlış söz işlettiler. Ki Musa müəllim həyat yoldaşına hiç nehi yazmıyor. Ama ölümünden sonra filan sözü. Böyle bir epizod getdi orada. Orada beni dəhşət təsir verdi ve ben bayağıdan elə onun üstünde fikirləşdim ki Musa müəllimi sağ əli, ürəyi Zöhrə xanım idi. Zöhrə xanım kimi qadın olmasaydı heç vaxt Musa Yaqub olmazdı. Musa müəllimi bilirsiniz də bütün qapısı əmkası olurdu. Və qonaqları hamısını Zöhrə xanım qarşılayırdı, Zöhrə xanım yola salırdı. Azərbaycan ədəbiyyatında en güzel şiiri, yani hanımına en güzel şiiri məhz Musa Yaqub yazıb. Həmən şiir təbii ki Zöhrə xanıma həsr olunub. İndi mən biraz heyecanlıyım, onları təkrar edə bilmirəm. O şiiri
Adamlar sarayda can saxlaya bilmir. Məni Alaçıqda saxlayanım var. Çoxları bilir, mən təkid deyə bilmirəm. Belki de təhsil mənə təhsil verdi ki, yaklaşım. Zöhrə xanım qeyri-adi qadındır. Yenə təkrar edirəm ki, müsəyyəbu, biraz da müsəyyəbu edən Zöhrə xanımdır. Deməli, 60 illiyini qeyd edirik. Hüseyin mənim Yazıçılar İttifaqından gəldi, məni də götürdü. Dedim, nəsə bəzi işlər vardı tədbirlə bağlı. Onları həlllədik. Dedim, Zöhrəyə əvvəlikli əlişdə aşı sifariş vermişdim. Gedək onunla yiyək. Əvvəlik, təsəvvür edin, əvvəlikli əlişdə aşı. Biz gəldik deməli, gördük ki, aş həqiqətən hazırdır. Dedim, Zöhrə xanım, siz dünyanın ən xoşbəxt adamsınız. Vaxtı belə dedim, bilirsiniz nəyə? Bütün qadınların birinci, ən böyük problemi oldu ki, nə bişirir? Sizin bir həftəlik menyunuzu tutur, deyir ki, filan gün filan şey pişir, filan şey pişir. Bugün də əvvəlikli əlişdə aşına gəlmişdi yemək. Demək istədiyim odur ki, şairin ən böyük xoşbəxtliyi, siz şair biraz azad düşüncəli olur, azad fikirli olur. Amma bəzən xanımı onu anlamır, o sərbəstliyi əlindən almaq istəyir. Amma Zöhrə xanımda bu yox idi. Zöhrə xanım həqiqətən bir qeyri-adi bir qadın idi. İndi bunlar, buradakı adamlar da çox o evin qonağı olub, bilirlər. Mən bir qalan şeyləri yubiləyə də deyərəm Allah qoysun. Allah rəhmət eləsin. Mənim doğru unikal albümüdür. Azərbaycan ədəbiyyatında hər bir şairi götürəndə ən yaxşı şairləri baxırsan ki, 5-10 şeiri var. Musa müəllimdə bütün külliyyatı yüksək səviyyədə olan poeziya nümunələrdir. Və biz xoşbəxtdir ki, belə bir şairlə yaxın olmuşuq, dost olmuşuq. Bir dəfə zəng elədi, mənim zəng eləməyən adam yox idi, amma o tez-tez zəng eləyirdi. Soruşur ki, səsin niyə çıxmır, niyə görmürsən? Dedim, nə bilim, ayıbsa mənim, başım qarışıqdır. Haram? Fikirləşdim ki, yerin telefonun başında yaxşı eşidilmir. Dedim, başım. Hər an? Dedim, ayıbsa mənim, başım, ay kişi, bizdə baş nə gəzir? Bizimki yuxarı nahiyədir. Ondan sonra zəng soruşanda ki, niyə görmürsən? Deyirdim, yuxarı nahiyəm mənasız işlərlə. Burada Haqqı müəllim var. İndi Musa müəllimin çox yaxın ətrafı olublar. Həmişə məclislərdə onu istəyib ki, onun olsun, onunla söylesin. Məclislər Musa müəllimin payı bərabəri yoxdur. Son illər Haqqı müəllim onun ən yaxın adamı olub, həmişə qayrısında qalıb. Dərmanlarına qədər Türkiyədən gətirilirdi. Və bir dəfə nəsə getdik, Gürcistana, sanatoriyaya getdik. İndi növbəti mən gedə bilmədim, onlar ikisi gediblər. Deyəsən ki, Slavovskiyə harası oralara. Bunlardan stol yoldaşı ki, işarə edirlər ki, bəsdir. Deməli, stol yoldaşları var.
iki hanımdır. Şimdi şairdir de, o da bu hanımlardan birinden hoşu gelir. Ama ürəyini açar bilmir. Yani biraz Rus dili problemi biraz böyle. Şimdi diyor ki, Maliki niye getirmedi? Hakkı diyor. Niye? Diyor ki şimdi gelmedi de. Zengili, yok. Deməli mənim məşhur bayatımız var, deyir ki, əzizim, baxtiyarım, baxtımın taxtiyarım, üzündə göz izi var, sənə kim baxtiyarım? İndi bunu bu qızlara demək istəyir, indi təcrübə edə bilmir. Deyir, marifi çağırıydın da, marifə zəngilər şey eləsin, təcrübə eləsin. Deyirlər ki, buradan ona mən zəng eləyincə, elə bir samalyotun pulu gedəcək. Elə zəng eləyək ki, durub gəlsin də. Şimdi belə, yəni belə... Marif Elmire'den almışlar. Çok sağ olun Marif Elmire. Teşekkür ederim. Halal olsun, var olasın. Çok sağ olun. Marif Elmire'yle müreyin doğduğu kadar kartları var güzel şairimizin ünvanına deyiləsi. Ve Rüfət Qarazade, bizim əzlimiz, o çeşmeden su içen, aile üzvü kimi, Medeniyet Naziri adınlar, Rüfət Qarazade'ni dəvət edirəm. Yaxın gəlsin. Bəxtərim buyurun, arzu edirəm. Bəhruz müəllimə təşəkkür edirəm. Bilirəm, böyük əziyyəti var. Bəhruz dostumuzun da. Rüfət müəllim, buyurun, xahiş edirəm. Salam, herkese salamlayıram. Çok sağ olun, bugün bura herkese geldi. Dədəni yad elədi. Ümumiyyətlə, əsl söz adamının, əsl şairin həyatı ölümündən sonra başlayır. Bu da dədənin əbədiyyət yaşıdır. Onun əbədiyyət yaşı bugün yox, elə hər gün keçirilir. Hər gün onun oxucuları, onun severlər, onun əbədiyyət yaşını hər gün qeyd edir. Sağ olsun bura gələn oxucularımız. Sağ olsun rayon rəhbərliyi, Novruz müəllim. Təşəkkür edirəm hər kəsə. Sonra mən də dədənin bir xırda şeirini deyim. İndi bildim tək qulaqlar nə çəkir. Yarpaqları danışır öz-özünə. İndi bildim tək qulaqlar nə çəkir. Dolaq dəymir, göz dikir özünə. Bahar gəldi quzeylərdə hələ qalar. Qara baxdım, baxışlarım üşüdü. Tənha çiçək boz daşa da sığınar. Küləklər diyoram tənha bulud. Bircəciyim, tənha qoydun məni sən. Səndən ayrı əriyərəm, itərəm. Yoncalıqda yel ağzında titriyəm. Qəribsəmiş, tək sürgüldən betərəm. Çox sağ olun. Teşekkür ederim, var olasınız. Novruz müəllim başta siz olmaqla, Naim müəllim olmaqla bu gözəl təşkilatçılara gözəl bir gün bizə yaşattıkları üçün böyük təşəkkürümüzü bildiririk. Bütün çıxış edənlər gəlsin bura, bax bu insanların almışlarıyla mənim əzlərim. Biz səhərə kimi son məlumatla danışa bilərik, söyləyə bilərik və hamısı xoş olar, amma bir işin əvvəli olduğu kimi onun da sonu var. Bu sonluq Musa müəllimin yaradıcılığının genişliyidir. Hələ bundan belə onun şehirlərindən biz ilham alacağıq. Bəli. Eşq olsun, hər biri səhər təşəkkür edirəm. Bütün çıxışlarına da təşəkkür edirəm. Var olasın. Allah bütün günlərimizi belirləsin. İnşallah, inşallah. Təşəkkür edirəm hər birinizə. Sayba xanımıza, qadınlarımıza təşəkkür edirəm. Orta Bey'le var olasın. Esra Hanım var olasın. Teymur Bey'le halal olsun. Sücanı göre saxladığımda olur. Eğer bütün azam üzerine teşekkür edirik. Salamat kalın. Salamat kalın. Gelen görüşmelere. Salamat kalın. Var olasın.